Ay mənim eşşəyimi götürən, gözlərin görməyəydi, qəlbində nur olaydı. Mənim eşşəyimi götürən, görüm sənin əllərin. Bəyəniyə görə bu effekti adam qoymaz da yəni. Deyir bunu, ay mənim eşşəyimi götürən, görüm sənin ürəyində nur olmayaydı. Effekt yaraşı bax. Eşşəyimi kim götürübsə, Eşeğini qaçırılır. geri gətir qaytar, nə olar? Sən Allah. Bugün ölkəmizdə TikTok əfsanələri adlı bir seri başlatdıq. Görüm ölkəmizdə TikTokda inkişaf varmı? Rahatladın, gəlini gətirdin dayı. Rahatladım. Elə canım rahatladı. Elə canım rahatladı. Qardaşda utanma da yoxdur heç. Mən olsam şəxsən. Çünki kameradan yəni utanaram. Ağzı cırıq, qarnı yırtıq, gözü götürməyən, yerində oturmayan, dalımı sürə danışan, it kimi bizdən boğuşan, hər işimizə qarışan, bizi yıxmağa çalışan, qarnı qurtluları, paxılları, xəbisləri bizim həyatımızdan uzaq elə. İlahi pərvərdigar, famil olsun, özgü olsun, fərq eləmir. Qaqaş yalvar deyə bunun adı nə idi? Üzəri idi deyəsən. Hə? Qaqaş yalvarı üzərliyə. Ne izliyorsun abi? Konuş artık. 3.37 alacağım. Nerede bulabilirim? Ürəyim partladı ya, danış da. Allah insanların ne işin yarattı? Sen kafayı yemişsin abi. Vallahi eğer canlı efir olmasaydı. Əgər canlı efir olmasaydı. Vallahi yani bak ben siz Ürəyim partladı, dik qutar da. anneciğim ben dəhşətə Kənddə tualetə gedərsən. Baxaq görüm kənddə tualetə gedəndə nə olur. Oy, ayaqları sınıb. Ay mənim eşşəyimi götürən, gözlərin görməyəydi, qəlbində nur olaydı. Mənim eşşəyimi götürən, görüm sənin əllərin. Bəyəniyə görə bu effekti adam qoymaz da yəni. Deyir bunu, ay mənim eşşəyimi götürən, görüm sənin ürəyində nur olmayaydı. Effekt yaraşı bax. Kim götürübsə, ay Allah, Eşeğini qaçırırlar. geri gətir qaytar, nə olar? Sən Allah geri qaytar, nə olar? Mənim eşşəyimi götürübsünüzsə, mənim eşşəyimi gətirin qaytarın, nə olar? Nə olar eşşəyimi götürən? Sağ qız gəlsin, ay Allah, nə olar? Ağladı ya da, ağladı. Gətir qaytar, nə olar? Bu yetimin eşeğini kim götürür? Eşşəyimi kim götürübsə, gətir qaytar, nə olar? Başqa səndən heç nə istəmirəm. Buna videolar deyə çıxır qabağıma. Bezmişəm Allah. Təzə tema var yığışın. evlendiniz. Yo evlənmədi. Sadəcə danışdıq, görüşdük. Söhbət zat. Üstündən bir ay, 2 ay keçdi. Dillə hamilədir. Yani Hemen- söhbət ağır olubdu qardaş. Bu söhbət deyil artıq. Düz deyir, söhbət yaman ağır olub. Hamı eşitsin buradan deyirəm. Mənim bu aşağı başdakı evimin dalından o dərin alüminium qabımı da, o toğlarımı da oğurlayıb aparanın Allah bu bayramın qara getsin. İstəyili balalarıyla bir yerdə. Oydu, necə qarğış elədi. Nəyə görə yəni hamı köməyə ehtiyacı olanda TikTokda paylaşmalıdır da bunu. Sen şaklığı telefonda gördün. Az kaldı bak Allah hakkı yüreğim gider. Yaladım telefonun üstünde her yeri o. Öptüm bak sana ben gece gündüz beşer koymayacağım. Bak bizi yaradan Allah'a and olsun. Sen ben Yaxşı telefonu yiyib bəlkə də. yüreğimin üstünde saklamasan ben sözümde söz yoktu. Kişinin sözü birden olar, arvadın sözü minden olar. Danış, heç özü də bilmir. Biraz şişmisən ona güvənmə. Vuraram çarta göyələ sələ aşağı. Tərbiyəsi. Ben tuz var Adəmə əsəbləşdiriblər. Sən uçurdaram ha. Ermeni hindasta korumuyor, kan olmuyor. Sen kim olmuşsan sen koruyor, kan Mən olmuşam. Ben olmuşam. Söz güləşdirir. Sən uşaqsan hələ. Sen uşaksın. Vallahi uşaqsan. Vallahi sen uşaksın.
Mənəm uşaq. Hə. Ələ salaşaq, hə. Vurub ağzını bağlayacağım, hepsi. Kimin, hə? Sənin. Azdan. Özüvə gəl hadi. Azağı patladı. Hə, yığ sözünə. 10 dənə uşağım var. Allah xatirinə kömək elə oğlum. Ardını gətirmədi. Babat söyləyəcək adamı. Adəmin riyaziyyatı. Baxaq görüm Adəmin riyaziyyatı necədir. 8 vur 8 64. və möhkəm vuranda. Hə? Möhkəm vuranda. 8 8 möhkəm vuranda nə olur? 8 8 möhkəm vuranda olur pomidor yumurta. Pomidor yumurta. Aha, vilka şirin. Döner neçədir sizdə? Sən hazırlayırlardı. Sonra deməsinlər ki, şirinin ağzından su deyə gəlir. Get ala! Əmin Rusiyadan gələndə. Əmi siz nə düşünürsünüz? Şortik geyinmək pisdir? Düzdür, Azərbaycanda biraz burada şortik giyinməyə biz baxırlar. Yəni yenə də geyinirlər. Amma biz Rusiyada vəbşə lüt gəzirdik. Nə? Zarafatdır, zarafat. Əmi elə zarafat olar. Zarafatdır da. Əmi belə eləyə bilərsən. Sən canı ətimi dökmə, bu nə hərəkətlər deyirsən? Qulağın dibinə şapalaq Rusiyaya gedib danışığı dəyişib deyəsən. çəkərəm ölərsən. Bu nə hərəkətlər deyirsən? Ətimi dökmə. Ətimi dökmə deyirəm sənə. Əsəbimi oynama mənim burada. Əmi sən Rusiyadan Biz gələndən... Rusiyada belə eləmirdik. Biz Rusiyada belə eləmirdik sənə Əmi sən deyirəm. Rusiyadan gələndən dəli olmusan, he? Əmi bir dənə Ruslanın sözləri var idi. Ətimi dökmə. Nə? Ətimi mənim sən yerə tökürsən. O yerdə dağılır, sonra bilmirəm nəyə dönür. O mənim ətim tökülür yerə, sonra düşür yerə. Sən mənim ətimi tökürsən. Əmi sən Rusiyadan gələndən deyirəm, dəli olmusan da. Əmi günəşi kitablar icad eləyib. O rusların bir sözü var ya. Один şapalaq şuda, второй сюда. Понимаешь? Hayda daha Azərbaycan dedi ki, şapalağı qoyaram ağzı üstünə. Понимаешь? Нет, понимаешь? Əmi o nə deməkdir? Başı saldı həyatı. Salam aleykum qardaş. Üzr istəyirəm. Buradan cərimə meydançasına necə gedə bilərəm? O deyə qabaqda kakrazda reyetdi. Çatdın yanlarına Rusunu o iki dəşkər özlər aparacaq. Sənin mən. Zarafata bax bir dənə. Dayı. Sizə isti deyil. Necə? Sizə isti deyil. İsti deyil. Hə. Sənə isti deyil. Oy. Sigma. Düzəldəcəm. Bu nə videoda hazırlayıblar. Bufetdə satılan kolbasa çörək. Məktəbin bufetində satılan kolbasa çörəyin yerini heç nə verməz. Birdən Kolbasa var idi onun içində, yəni ancaq göyərtini gördüm. birə ürəyimə düşdü, düzəltmək istədim. Məktəb vaxtı bufetdə işləyən xala ilə aram yaxşı idi, ona görə tam dəqiqliyi ilə bilirəm necə düzəldirlər. Deməli bir dənə zavod çörəyini götürürsüz, onu 4 yerə bölürsüz. Zavod çörəyi nə qədər təzə olsa bir o qədər dadlı olacaq. Çalışın ki, təptəzə alınmış isti çörəkdən düzəldin. Sonra göyərtiləri doğrayırıq. Burada nəzərinizə alın ki, məktəb bufetlərində göyərti çox az vurulur. Bilmirəm xəsislik eləyirlər yoxsa niyə. Amma Rasxoda görə eləyirlər onu. elə sırf onu dadlı eləyən də odur. Hər şeyin az olması, kolbasanın napnazik olmağı. Evdə hər şeyin bol-bol vuranda o dadı vermir. Gərək hər şey az olsun ki, düz o dadı versin. Sonra kəsdiyimiz çörəyin içinə ketçup tökürük. Az olan vaxtda bunun yeri idi, ayda. Videomuzun sonuna çatdıq. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə like atın. Belə videoların davamının gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun.